Salamlar, hər vaxtınız xeyir. Bugün biz sizinlə üstü və loqaritmik funksiyalar haqqında danışacağıq. İlk öncə baxaq görək bu üstlü funksiya nədir? Üstlü funksiya tərifdən başlayaq. Y bərabərdir a üstü x şəklində olan funksiya yazıram. Yəqin ki, başa düşəcək. Funksiyalara üstlü funksiya deyilir. Amma burada nəyə fikir vermək lazımdır? Y bərabərdir a üstü x deyil. Buradakı a da müsbət olmalıdır. A da və birdən fərqli olmalıdır. Aydındır? Niyə? Çünki burada x istənilən rəqəm ala bilər də. Yəni 2-də 1 məsəl üçün ala bilər. Yəni istənilən də ala bilər. İstər mənfi, istər 2-də 1, istər 3-də 4 fərqi yoxdur. Və a mənfi olduqda y bərabərdir 2-də 1 olanda bu cür yazılacaq kök altı. Mənası varmı? Yoxdur. Ona görə biz bunu həmişə müsbət götürəcəyik. Məsələn, uyğun olaraq yaza bilərəm nəyi? Y bərabərdir 3x, y bərabərdir əsas olaraq 5-də 1 üstü x yazmaq olar, fərqli yazmaq olar. Təbii ki, bunun qrafiki də var. Qrafik 2 yerə bölünür. Artan qrafik və azalan qrafik. 2 dənə qrafik çəkək burada. Y və x. Baxaq, belə bir qrafikimiz var. Bu nöqtə 1 nöqtəsi deyək. A1-dən böyükdür. Y bərabərdir ax funksiyasıdır. A üstü x funksiyasıdır. Bu qrafik artan qrafikdir. Yəni artan funksiyadır. Bir də var azalan. Bu isə a 0 ilə 1 arasındadır. Aydındırmı? Bu da olur azalan. Bu belə. Bir də bunun xassələri haqqında danışaq. Xassələrində nədən bəhs edə bilərik? Xassələri. Uşaqlar bilirsiniz ki, burada da təbii ki x var, y var, düzdür? X buradan təyin oblastıdır, yəni df-dir. Y-də qiymətlər çoxluğudur, yəni y-dir. Yəni o da y-ilə işarə olunur. Df bərabərdir mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. O da bərabərdir r. Aydın, yəni df x, yəni istər mənfi qiymətləri götürsün, istər müsbət qiymətlər, fərqi yoxdur da. Yəni istənilən qiymətləri götürə bilər. Sonra, yəni o da həqiqət ədləri bütün götürür. Y bərabərdir f. O da 0-dan müsbət sonsuzluğa qədər götürə bilir. Yəni y-imiz mənfidə də ola bilməz. Yəni y deyir amma burada. Y bərabərdir a üstü x. Y mənfi ola bilməz. Y 0-dan müsbət sonsuzluğa qədər davam edir. Bu funksiya nə təkdir, nə də cüt funksiyadır. Yəni nə tək deyə bilərik, nə də cüt. Dövrü funksiya deyil. Bilirik ki, digər trigonometriyanı keçəndə, trigonometri funksiyaları keçəndə orada dövr var idi, tək var idi, cüt var idi. Dövrü funksiya deyil. A 0-dan böyük, A 1-dən böyük olduqda artan olur. A 0-la 1 arasında isə olduqda azalan olur. Bunu unutmayın. Belə. Bunu bildik. İndi gələk loqaritm nədir? Loqaritm nədir? Loqaritm. Məsələn, a üstü x bərabərdir b-dir. Düzdür? Məsələn də deyək ki, 2 üstü 3 bərabərdir 8-dir. Məndə 8 də var, 2 də var. Mənə bax, bu lazım olacaq. 3. Mən bu 3-ü necə tapacağım? Düzdür? Bax, bu lazım olacaq. Bunu tapmaq üçün isə mənə loqaritma lazımdır. Bunu tapmaq üçün mənə loqaritma lazımdır. Loqaritm. Əsas neçədir burada? Əsas burada 2-dir. 2-ni yazdım, 8 də üstündə. 2 əsasdan 8. Yəni, belə oxunur. Aydındırmı? Yəni, loqaritm 2 əsasdan 8-i görən kimi bilməli ki, 2-nin üstü neçə 8 olur? 3. Aydındır mı? Belə. Tərifə
gəldikdə isə tərifi də yazım o zaman. Tərif də məsələn sizdən soruşsalar ki, tərif nədir? Düzdür, rahat yolunu izah etdim, amma tərifində soruşun. Bu B ədədini almaq üçün A əsasını yüksəltmək, yüksəltmək lazım gələn qüvvətə, yüksəltmək lazım gələn qüvvət B ədədi A ədədinin A əsasına görə loqaritmi deyilir. Belə. Yəni bildik. Məsələn üçün də yazdım orada, uyğun necədir? İndi gələk bu loqaritmik funksiyalar nə deməkdir? Fərqli qələmlə yazım ki, rahat ümid edirəm ki, yazım çox rahatdır və görə bilirsiniz. Loqaritmik funksiyalar. Həm izah edirəm, həm yazıram, yəni ki, problem olmaz. Y bərabərdir loqaritm A əsasdan X. Yəni bu fikir verim, A sıfırdan böyük olmalıdır, A birdən fərqli olmalıdır. Şəklində olan funksiyaya loqaritmik funksiya deyilir. Məsələn, y bərabərdir loqaritm 4 əsasdan x, y bərabərdir loqaritm 2-də 1 əsasdan, biz deyək ki, x üstü 3. Aydındır. Bu belə. Bunun funksiyalarını da çəkək, qrafiklərini də çəkək, funksiya deyirəm. 1 Burada da yəni A 0 ilə 1 arasındadır. Loqaritm 4 əsasdan x. Bu qədər. İndi gələk nəyə? Və bunun xassələrinə. Bu da eyni əslində loqaritmik funksiyalarda da xassələr. Yəni yox, bir dənə burada şey fərqlidir. Xassələrində. Düzgün yazmadım. Üzürlü sayın, planşetdə qələmin tez-tez dəyir və səsi gəlir. Sizi narahat edirsə, üzr istəyirəm sizdən. Tamam, xassələri nədir? Birinci DF bildik ki, x-in aldığı qiymətlərdir. Yəni onun nə idi? Təyin oblastıdır, düzdür. DF sıfırdan müsbət sonsuzluğa qədər ala bilər. Amma burada YF, yəni Y-in aldığı qiymətlər isə mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Bayaqki tərs nə idi? Bayaqki x həm müsbət, həm də mənfi ala bilirdi. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər gedirdi. Amma YF isə YF isə orada sıfırdan müsbət sonsuzluğa qədər idi. Burada yerləri dəyişib. Aydındır, bu da nə təkdir, nə də cüt funksiyadır. Nə təkdir, nə də cüt funksiyadır. Dövrü deyil. Biz buna dövrü deyə bilmərik. Yenə də A sıfırdan böyük, A birdən böyük olduqda, yenə sıfırdan deyirəm ki, A birdən böyük olduqda artan funksiyadır. A sıfırla A sıfırla 1 arasında olduqda isə azalandır. Bunları bildik. Gəlir əsas nəyə? Loqaritm düsturlarına. Halbuki bizə ən əsas lazım olanlar bunlardır və buraxılışda da bundan düşəcək.
loqaritm düsturları. Baxaq. Birincisi. Loqaritm a əsasdan 1 bərabərdir 0. İstənilən bir loqaritm olsun və əsası a, ümumiyyətlə a üstü neçədirsə, 1-dirsə, o elə özü 0-a bərabərdir. Aydındır? Bunu bildik. Niyə görə? Çünki biz bilirdik ki, istənilən nədənin üstündə 0, o 1-ə bərabər. Düzdür? İndi a əsasdan 1 isə təbii ki 0-a bərabər olacaq. İkincisi, loqaritm a əsasdan a. Yəni bu 1-ə bərabərdir. Aydındır? Necə ki a üstü 1-in bizə a-nı verirdi. Bu da tərsinəsidir. Düşünün ki, bu qüvvət keçdiyimizin qüvvətinin tərsinəsidir də. Biz qüvvəti yüksəldirik, ədədini tapırdıq. Amma indi isə qüvvəti tapırıq. Məqsəd loqaritm da qüvvəti tapmaqdır. Üçüncüsü, loqaritm 10 əsasdan a. Olacaq LGA. Şu an ümumiyyətlə LG gördükdə buna onluq loqaritm deyirsiniz. Onluq loqaritm. Loqaritm 10 əsasdan a. Elə LG. LG görən kimi bilin ki, yəni bunun belə deyək də əsası 10'dur. Onu bildik. Dördüncüsü, loqaritm y əsasdan a. Y əsasdan görəndə deyirsiniz ki, ln a olacaq. Aydındır. Ln nə deməkdir? Yəni natural loqaritm. Bu da oldu natural loqaritm. Beşincisi nə olacaq? Qaldı bizim loqaritm a əsasdan x vurulsun y. Hasil görəndə. Bilin ki, ayrı-ayrı loqaritmlərin cəmi kimi yazmaq olar. Loqaritm a əsasdan x üstəgəl loqaritm a əsasdan y. Hasil görəndə cəm kimi yazırsınız. Deyəcəksiniz ki, indi nisbət olanda loqaritm a əsasdan x böl y necə yazılacaq? Bu artıq vurmada toplama kimi yazılırdısa vurmada. Çıxmada isə yox, bölmədə isə çıxma kimi yazılacaq. Loqaritm a üstdən x çıxılsın, loqaritm a üstdən y. Bunu da bildik. 7-ci qayda isə nədir? Loqaritm a əsasdan x-in də üstü n. Bu üstündəki var ha. Bu n. Bu n keçəcək qabağa. Yəni n yazılacaq buradan. Olacaq elə loqaritm bu da olduğu kimi yazılacaq. Loqaritm a üstü x. Aydındır mı? Əsasın üstündə yox. Yəni qüvvətin loqaritm a əsasdan x üstü n olanda o n keçir qabağa. Normal olaraq yazılır. Sonra gəldik nəyə? 8-incisi. Bu dəfə əsasın üstündə qüvvət yazılır. Yəni a üstü m, a üstü m, üstü də x. Bunu qara ilə yazın. 8-ci nədir? A üstü x. Əsasın üzərində, yəni əsasın üzərində qüvvət. Bu zaman isə bu belə yazılır. Bunu da qırmızı ilə yazım görün. 1 bölünsün m loqaritm a əsasdan x. Все, başqa heç bir şey yoxdur. Əsasın üzərində yazılanda tərsinə olaraq yazılır. Qüvvətin üstündə yazılanda olduğu kimi qabağa keçir. Gəlirəm 9-cusuna. 9-cusu nədir? Loqaritm a əsasdan b-ni. Loqaritm a əsasdan b-ni. Mən indi bu a əsasdandır, düzdür? Mənə lazımdır ki, mən bunu b əsasdana keçirim. B əsasdan isə necə olur? Tərsinə olur. Loqaritm b əsasdan a yazılır. 10-cusu. Loqaritm a əsasdan b bərabərdir. Mən indi bunu uşaqlar nə b əsasdan yazmaq istəyirəm. Tamamilə fərqli bir əsasdan yazmaq istəyirəm. Məsəl üçün c əsasdan. Onda mən hər ikisini üçün belə b yaza bilərəm ki, loqaritm c əsasdan b bölünsün loqaritm c əsasdan a. Onda belədir. Gəlirəm 11-ə. 11-ə.
Belə olacaq. Loqaritm A əsasdan B vurulsun loqaritm B əsasdan C vurulsun loqaritm C əsasdan D. Uşaqlar görürsünüz burada. B'lər ixtisar gedir, C'lər ixtisar gedir, qalır burada A-dan C. Olacaq loqaritm A əsasdan C. Bunu belə 11-ci misal kimi, 11-ci qayda kimi yadda saxlayın. Gəlirəm 12-ci qayda. 12-ci qayda olaraq yazıram nə? A üstündə, demək ki, A-nın üstündə loqaritm qüvvət kimi yazıram bu dəfə. Loqaritm A əsasdan B. Baxın, əsaslar eynidirmi? Əsaslar eyni olanda üstündəki qüvvə, yəni olacaq cavab B. Bunu unutmayın. 13-cü qayda. 13-cü qayda. A üstü loqaritm B əsasdan C. Bu birsiz bərabər nə olacaq? C gəlir C əsasdan loqaritm B əsasdan A. 13-cü qayda. 14-cü qayda isə A üstü loqaritm kök belə deyək də A üstündə qüvvət kimi yazıram nəyi? Kök altında loqaritm A əsasdan B. Kənardan gələn səslərə görə üzr istəyirəm hər kəsdən. İndi ev şəraitidir. Üzr istəyirəm. Buna yazıram B əsasdan loqaritm B əsasdan. Bu belə. Sonra qaldı bizim hər hansı bir. Bir də 15-ci qalıb loqaritm A əsasdan NB loqaritm A əsasdan B'nin üstündə qüvvəti indi burayı yüksəldirim. Bunlar belə, bu qədər. Sonra bizim hansı qaydalarımız qalıb? Bizim bir də müqayisəmiz qalıb. Müqayisədə düşür. Müqayisədə düşür. Sonra nə qalıb? Üslü loqaritmi tənliklərdən falan izah edəcəm. Bu qədər. Başlayaq nəyə? Loqaritmdə müqayisə. Loqaritmdə müqayisə. Loqaritmdə müqayisədə birincisi nə yazıram? Əgər A birdən böyükdürsə və yaxud da A 0 ilə 1 arasındadırsa B birdən böyükdür və 0 ilə B1, yəni həm A həm də B birdən böyükdürsə, həm A həm də B 0 ilə B arasındadırsa, onda bilsin nə olur? Loqaritm A əsasdan B böyük olur 0-dan. Loqaritm A əsasdan B də böyük olur 0-dan. Burada da belədir. Bu bilsiz nə demək istəyir? Məsələn, qoyaq yerinə yazım deyim ki, loqaritm 5 əsasdan 3 0-dan böyükdür bu halda. Burada da loqaritm 0,5 əsasdan 0,3. Yəni 0 ilə 1 arasında olanda onluq kəsir olacaq da. Loqaritm 0,5 əsasdan 0,3 0-dan böyükdür. İkincisi, əgər A birdən böyükdür və B 0 ilə 1 arasındadırsa və yaxud da A 0 ilə 1 arasındadır və B birdən böyükdürsə, onda loqaritm A əsasdan B 0-dan böyükdür. Burada da loqaritm A əsasdan B 0-dan kiçikdir deyə yazacağım. Bunların hər ikisini də uyğun bilirsiniz edəcəz. Loqaritm 5 əsasdan 3 burada yerləşməyəcək. Yəni mən buna uyğun aşağıda yazım. Ya da yerləşər. Loqaritm 5 əsasdan 0,3 0-dan kiçikdir, mənfidir. Loqaritm 0,5 əsasdan 3 də 0-dan kiçikdir, yəni mənfidir. Bu belə. Üçüncüsü, əgər bu A əsas olaraq A birdən böyükdürsə, yəni müsbət ədəddirsə, əgər x1 x2-dən böyükdür, mən də deyəcəm nədir x1 x2. Loqaritm A əsasdan x1
Loqaritm A səsdən x2. Burada bu x1 x2-dən böyükdürsə, məsələn yerlərinə qoyum deyim də, loqaritm 5 əsasdan 3, loqaritm 5 əsasdan 4. Hansı böyük olacaq? Təbii ki, loqaritm 5 əsasdan böyük. Aydındır? Yəni əgər A 0-dan böyük olarsa, A 1-dən böyük olarsa, yenə 0 deyirəm çaşır. A 1-dən böyük olarsa və x2 x2-dən böyük olarsa, normal olaraq onun loqaritmi də böyük olacaq. İndi x1 x2-dən kiçik olarsa, loqaritm A-dan x1, loqaritm A-dan x2. Bunun yerinə qoyacaq nə yazaq məsələn? Loqaritm 2 əsasdan 10, loqaritm 2 əsasdan 8. Hansı olacaq? Loqaritm 2 əsasdan 10 daha böyük olacaq. Bu rahatdır. Buna baxan kimdir? Yox, əgər A 0 ilə 1 arasında olanda x1 x2-dən kiçikdirsə, onda loqaritm olaraq A əsasdan x1 də, yəni bu dəfə tərsinədir. Əgər A 1-dən böyük olduqda normal onun loqaritmi də böyük olur. Yox, əgər 0 ilə 1 arasında olanda, yəni onluq kəsir 0 ilə 1 arasında olanda, onda loqaritm tərsinə olacaq. Məsələn, burada x2 x1-dən böyükdür, amma loqaritm olaraq loqaritm A səsdən x1 daha böyükdür loqaritm A səsdən 2-yə. Misal olaraq nə göstərim? Loqaritm 0,3 üstü 8 böyükdür loqaritm 0,3 üstü 10. Belə yazılır. Aydındır? Sonra x1 x2-dən böyükdürsə, yenə də loqaritm A səsdən x1, loqaritm A səsdən x2. Yəni, burada da tərsinə olur. Loqaritm 0,7 səsdən 7 yazaq. Bir də yazım loqaritm 0,7 səsdən 2. Hansı daha böyükdür? Loqaritm 0,7 səsdən 2 daha böyükdür. Bir halda var. Bir halda nədir? A və B ədədləri 0-dan böyük və 1-dən fərqli ədədlərdir. A və B ədədləri birdən fərqli ədədlər olarsa. Məsələn, loqaritm A əsasdan x olsun loqaritm B əsasdan x, düzdür? X 1-dən böyükdür. A B-dən, B də 1-dən böyükdürsə və ya yəni A 1-dən kiçikdir, B də A-dan kiçikdir, B də 0-dan böyükdür. Belə olduqda loqaritm B əsasdan x daha böyük olur. Məsələn, buna uyğun nə yazım buna? Yazım loqaritm 8 əsasdan 8 böyükdür loqaritm 2 əsasdan 8-dir. Kiçikdir loqaritm 2 əsasdan 8-dir. Sonra loqaritm 10-da 1 əsasdan 10 böyük olmalıdır loqaritm 2-də 1 əsasdan 10. Belə. Sonra bizim nəyimiz qaldı? Müqayisə bitdi. İndi gəlirik üslü loqaritmik tənliklərə. Üslü loqaritmik tənliklər və yaxud da üslü loqaritmik bərabərsizliklər də buna aiddir. Normalda bizdə belə bir şey yazaq da. Məsələn, 3 üstü x üstə gəl 2, düzdür? Bu nəyə bərabərdir? 9-a. Rahatdır əslində. 3-ün hansı qüvvət 9-a bərabərdir? İkinci qüvvəti, yəni 3-ü 2-yə yüksəldəndə 9 alırıq da. Onda bu 2 bərabərdir bu tənliyə. Aydındır? Oradan da çıxır 2 üstə gəl, x üstə gəl 2 bərabərdir 2-dirsə də
Onda x üzü 0 olur. Все, belə. Və yaxud da x üstü 2 üstü x üstə gəl 1 bərabərdir x çıxılsın 1-ə. Bu belə. Misal olaraq bunu belə həll etdik. İndi bir də fərqli cür yol var. X üstü x kvadrat çıx 6 bərabərdir 2 üstü x düzdür. Əsaslar eynidir. Onu da qüvvətlərə bərabərləşdirməliyəm. Bərabərdir x-a. X çıx 6, x kvadratı çıx 6 bərabərdir x. 6 x-a bərabərdir, düzdür? Onda mən bunu x-i bu tərəfə keçirim. X kvadrat çıx x çıx 6 bərabərdir 0-dırsa, x 1 olacaq 3, x 2 də olacaq nə? Mənfi 2. 2 dənə kök oldu. Belə. Sonra gəldim nəyə? Loqaritmik üstlü tənlikləri bildik. İndi loqaritmik tənliklərə keçək. Məsələn, loqaritm 4 əsasdan x kvadrat üstə x bərabərdir 3. Bir bu. Loqaritm 3 əsasdan x kvadratı bərabərdir loqaritm 3 əsasdan x üstə gəl 6. Üstə hər iki tərəfi də loqaritmdir. Bizə hansı şərt lazımdır? Təbii ki, a 0-dan böyük olmalıdır. Bir də a 1-dən fərqli olmalıdır. İş. Əla. Bizim bu kimi tənliklər uyğun gəlir. Misal olaraq bir dənə tənlik qoyam. Onun da həllinə baxaq. Loqaritm 4 əsasdan x üstə gəl 5 bərabərdir loqaritm 2 əsasdan kök altında 3x çıx 7. Həllinə baxaq. Həllinə baxaq. Mən bu 4'ü 2 üstündə 2 yaza bilərəm. Yaza bilərəm. Düzdür? Və loqaritm 2 əsasdan bu ümumiyyətlə biz bilirik ki, bunun dərəcəsi 2-dir. Mən bunu yazanda nə olacaq? 3x çıx 7'nin üstü 2-də 1 olacaq. Düzdür? 3x çıx 7 üstündə 2-də 1. Bu 2-də 1 gəlib düşür qabağa. Bu da olur 2-də 1. Düzdür? İndi mən sizə deyəcəm bunu. İndi bu 2-də 1 çıxır və tərsinə olaraq 1 bölünsün 2-də 1 loqaritm 2 əsasdan x üstə gəl 5. Bərabərdir bu 2-də 1 keçir qabağa 2-də 1 loqaritm 2 əsasdan 3x çıx 7 olacaq. İndi gördükmü 2-də 1'lər. Bu 2-də 1'lər avtomatik buradan ixtisar getdi. Əsaslı olaraq eyni qaldı. Əsaslar olur eynidirsə, onda üstlər də eynidir. X üstə gəl 5 bərabərdir 3x çıx 7 olacaq. Düzdür? X çıx 3x bərabərdir mənfi 7 çıx 5. Bu tərəfə keçirdim. 2x bərabər, mənfi 2x bərabərdir mənfi 12. X də bərabərdir 6. Aydındır? Məncə hər şey rahatdır. Bir də izah verim. Fərqli bir şey. İndi 2 dənə loqaritm bərabər olmasındır. İndi loqaritm 2 əsasdan x çıx 3 bərabərdir 5'ə. Düzdür? İndi bu nə deməkdir? X çıx 3 nəyə bərabərdir? 2 əsasdan 5'ə bərabərdir. Bəli. X çıx 3 də bərabər 2 əsasdan 5 32. X də bərabərdir 35. Birini də deyim. Loqaritm 2 əsasdan 2 üstü x çıx 7 biraz daha çətinləşdirir. Bərabərdir 3x 3 çıxılsın x-ə. O da 2x çıx 7 bərabərdir 2 üstü 3 çıx x-a. 2x çıx 7 çıxanda dedik ki, nisbət kimi yaza bilərəm. 2 üstü 3 bölünsün 2 üstü x. Aydındır. İndi mən bunu həll etmək üçün 2 üstü x-i t ilə əvəz edirəm. Olacaq t çıx 7 bərabərdə 8 bölünsün t kimi yaza bilərəm. O da nəyə bərabər olacaq? T kvadratı çıx 7t çıx 8 bərabərdə 0. T birim olacaq mənfi 1. T2 də olacaq 8. Aydındır. İndi mən bu t-ni hansı qiymətə qoymuşdum? Buna aparaq qoyaq bura.
2x üstü mənfi 1. Belə bir şey ola bilərmi? Xeyr. Onda x da boş çoxluqdur qiymətlər. Burada nə ala bilər? 2x bərabərdir 8. 2-nin üstündə hansı qüvvət 8-ə bərabər? 3-ə bərabərdir. X də bərabərdir 3. Bu belə. Sonra nə qaldı? Üstlü bərabərsizliklər. Yəni dəyişəni qüvvət üstündə olan bərabərsizliyə üstü bərabərsizliklər deyirlər. Baxaq. Normalda üstü tənlikləri bayaq işlədikdə bərabər edib x tapırdıq. İndi bərabərsizliklər də elədi. Üstlü bərabərsizliklər. Üstlü bərabərsizlikləri ümumiyyətlə tərifini yazın, qısa konkret tərif. Dəyişəni qüvvət üstündə olan bərabərsizliyə üstü bərabərsizliklər deyilir. Yazıram ki, indi uşaqlar görə bilsinlər. Məsələn, hansı ola bilər? 3 üstü x çıx 2 kiçik bərabərdir 27-dən. Məsələn, 2 üstü x üstə gəl 3 böyük bərabərdir 32-dən. Yəni, belə ola bilər. Məsələn, hansını eləyək? Bir dənə misal eləyək. 3 üstü x üstə gəl 1 böyük bərabərdir 3-də 1-dəndirsə, onda 3-lər eynidir. Bunu mən necə yaza bilərəm? 3 üstü mənfi 1 yaza bilərəm. Onda bunları da eyni bərabərsizlik kimi yazım. X üstə gəl 1 böyükdür kiçik mənfi 1-dən, böyük bərabərdir mənfi 1-dən. X də böyük bərabərdir mənfi 1 çıx 1, x böyük bərabərdir mənfi 2-dən. İndi hansı aralıq alır x? Mənfi 2-dən müsbət sonsuzluğa qədər alır. Sonra birini də yazım burada. Belə bir qoyum. Əslində böyük vəziyyətdə yazmağım daha yaxşıdır görəsiz deyə. Mən daha rahat olsun deyə böyüdürəm. Əgər sizin narahatlıq verdimsə üzrünüz sayın. 16'da 1 üstü x kiçikdir nədən? 0'dan %25'dən. Ümumiyyətlə 16'da 1'i ümumiyyət 16 4'ün kvadratı deyil. Mən bunu belə yaza bilərəm onda. 2'de 1 üstü 4x. Yani 4'ün kvadratı da o da 2 üstü 4'tü. Ona göre 2 4x yazdım. Bunu yazdım. Setimin yadımdan çıktı. 0'da %25'te 4'te 1'di. O da 2'de 1'in kvadratı kimi yazıram. 2'de 1'in kvadratı kimi yazdım. Gördünüz əsaslar eyni qaldı. Üstlər 4x böyükdür 2'dən. X böyükdür 4'də 2'dən. X də böyükdür nədən? 2'də 1'dən. X onda hansı aralıq alır? 2'də 1'dən müsbət sonsuzluğa qədər alır. Bu qədər. Başqa hiçbir şey yoxdur. Xassələrini yazdım, hər bir şeyi yazdım. Əlavə sualınız olsa yaza bilərsiniz təbii ki də şərh bölməsində və mənim dərslərimə qoşulmaq istəsəz mənim dərslərimə mən burada bir dənə nömrə qeyd edim. 055 980 55 75 nömrəsi ilə mənə əlaqə saxlaya bilərsiniz. Bizim bir kanalımız var. O kanalda biz ödənişsiz dərslər keçirik. Oradan da yararlana bilərsiniz. İnşallah ki yaxşı olar. Suallarınız olsa təbii ki mənə versəz çox sevinərəm. Bu qədər. Sağ olun.